Əvvəlcə pulsuz, daha sonra 3, indi isə 5 qəpik. Marketlərdə satılan polietilen torbaların qiyməti artıb. Belə ki, daha əvvəl kiçik ölçülü torbalar 3 qəpik idisə, indi 5 qəpik, böyük ölçülü torbalar 5 qəpik idisə, indi 7 qəpiyə təklif olunur. Yəni torbalar 2 qəpiyə qədər bahalaşıb. Göstərilən qəbzlər bir neçə böyük marketlər şəbəkəsinə aiddir. Bu qəbzlərdə də kiçik torbalar 5, böyük torbalar isə 7 qəpik qeyd edilib. Vətəndaşlar bildirirlər ki, qiymət artımı 2 gün əvvəldən başlayıb. Əvvəl neçə idi? Əvvəl 3 qəpik idi, indi 5 qəpik olur. 5 qəpiklər də 7 qəpik olur. Ona görə də bahalaşıb da. Əvvəllər pulsuz verirdilər. İndi də pulla bizim pullarımız gedir də araya. Evdən götürürəm, dolanışıq üçün də. Dolanışıq üçün evdəyim. Sərf eləmir də bu. Sərf eləmir, əlbəttə sərf eləmir. Qabaqcan belə deyil, daha indi belə. Əvvəl balaca 3 qəpik idi, böyük 5 qəpik idi. İndi? İndi valla artıq yenə elə bir ki 7 qəpik böyükdür, balaca da ki 5 qəpik olub. Sərfəli deyil. 3 dənə məsələn gedirik ayniyon almağa 3 sumka eləyir. 7 qəpikdən görün hara vurur, çıxır. Azad İstehlakçılar Birliyinin sədri Eyüp Hüseynov isə bildirir ki, qiymət artımı ilə yanaşı torbaların keyfiyyəti də aşağı düşüb. Bəli, polietilen torbaların qiymətinin qalması barədə bu günlər Azad İstehlakçılar Birliyinə 3 telefon zəngi daxil olub istehlakçılardan narazılıq bildirir əhali və üstəlik bu narazılığa satıcılar da hətta qoşulubdur. Yəni telefon zənglərimin göstərir ki, satıcılar da razı deyirlər bunun qiymətinin qalxması və üstəlik polietilen torbaların qiyməti qalxmaqla bərabər keyfiyyəti də aşağı düşübdür. Polietilen torbaların pullu olmasının tərəfdarı Azad İstehlakçılar Birliyi də həmişə olubdur ki, ətraf mühitə atılmasın. Lakin bundan bu torbanın istehsalçıları sui-istifadə edir və hökumətin bu siyasətinə dəstək vermirlər, çox təəssüflər olsun ki. Ona görə də mütləq polietilen torbaların qiyməti aşağı düşməlidir, rəhlənməməlidir, reklam materialları yerləşdirilməməlidir, tam şəffaf olmalıdır. Başqa ölkələrdəki təcrübəni Azərbaycanda da tətbiq etmək olar. İqtisadçılar bildirirlər ki, bahalaşmaya səbəb yerli polietilen istehsalı müəssisələrindəki qiymət artımı ola bilər. Ölkədə qanunvericiliyə görə polietilen torbaların pulsuz satılması qadağandır. Amma onun qiymətinin müəyyənləşdirilməsi qanunvericiliklə tənzimlənmir. Bu marketlərin özünün qərarıdır. Böyük ehtimalla onlar da tədarükatçıdan alış qiymətlərində bahalaşma var və onlar da satış qiymətinə bunu əks elətdiriblər. Polietilen torbalar ölkə daxilində istehsal olunur, xaricdən ixal olunmur, amma görünən odur ki, polietilen müəssisələri də, polietilen torbalar istehsal edən müəssisələrində xərclərinin artması onların qiymət artımına, qiymət tənzimlənməsinə gətirib çıxarıb. Mümkündür ki, hətta polietilen satan şirkətlər qiymətlərini artırmasa da marketlər qiymət artımına getsin. Qeyd edək ki, ölkədə polietilen torbaların istifadəsini azaltmaq məqsədi ilə 2023-cü il fevralın 15-dən bu məhsullar ödənişli olaraq təklif edilir. Nərmin Məmmədhəsənli, Ramil İbrahimov, Xəzər xəbər.